Salam, hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılarımız. Salamlayıram hər kəsi, Şok Klubun dəyərli izləyicilərini salamlayıram. Xoş gördüyü söyləyirəm. Bugün də həftəmizin son günüdür, yəni Şok Klubun efirdə yayımlanacaq son günüdür bu həftəyə olan. Bir daha hər kəsi salamlayıram, bizə baxan dəyərli seyircilərimizi. Bu günləri də düşünürəm ki, nə olacaq Yusuf? Bu günləri çox qeyri-adi keçəcək verilişimiz. Çünki biraz öncə lent yazısını dinlədiyiniz mərhum sənətkarımız, belə deyək, Şəmsi İmanovun 85 illik yubileyidir. Və bugün bu məsuliyyət Dünya TV-də və şəxsən Əminə və mənim çiyinlərimdədir ki, o insanın yubileyini biz ən azından onun adına layiq şəkildə qeyd edək. Bir zamanlar, belə deyək, öz virtuoz klarnet ifaçısı kimi Azərbaycanı bütün dünyada, yəni bütün dünyada tanıtmış bir insanın yubileyidir. Və mən istəyirəm, vaxtı çox almadan bizim gözəl, belə deyək, jurnalistimiz, araşdırmacı jurnalistimiz Alim Nəboğlunu dəvət edeyim və xoş gəlib, səfa gətirib. O da öz sözlərini tamaşaçılarına çatdırsın və beləliklə verilişimizə başlayaq. Buyur Alim, xoş gəlmişsən. Xoş gəlmişsiniz. Buyurun. İstəyirəm siz də tamaşaçılarını salamlayasınız. Mən də dərin təşəkkürümü bildirirəm. İlk öncə Dünya TV-nin rəhbərliyinə sonsuz təşəkkürümü bildirirəm ki, bugün Azərbaycan musiqisinə, Azərbaycan milli musiqisinə böyük töhfələr vermiş, klarneti
təkcə Azərbaycanda deyil, Azərbaycandan hüdudlarda tanıdan virtuoz bir sənətkarın 85 illik yubileyi bu gün Dünya TV-də qeyd olunur. Azərbaycan Milli Musiqi İnciləri və Şəmsi İmanov layihəsi çərçivəsində və Dünya TV ilə bərabər bu tədbir reallaşır. Bilirsiniz ki, Azərbaycanımızın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondu hər zaman milli mənəvi dəyərlərimizə və mədəni irsimizin təbliğinə xüsusi yer ayırır və mədəni irsimizin dəyərli təbliğatçılarından biri də virtuoz klarnet ifaçısı, bənzərsiz sənətkar, gözəl şəxsiyyət, hamımızın əziz Şəmsi İmanov olub. Baxmayaraq ki, sıramızda yoxdur və bugün həm də bir maarifləndirici missiyanı Dünya TV yerinə yetirir. Çünki gənc nəslə bir daha Şəmsi İmanovu tanıtmaq və milli mənəvi dəyərlərimizin təbliği, mədəni irsimizin qorunması, milli musiqimizin təbliği yollarında Dünya TV-nin tamaşaçılara və televiziyalar arasında bir nümunə olaraq bu addımı atmasını təbliğ edir. Bunun üçün mən bir daha Dünya TV-nin rəhbərliyinə təşəkkürümü bildirirəm və bu gün olduqca ağır və məsuliyyətli bir efirdir. Mən də çox sevinirəm ki, mənim sevdiyim aparıcıların verilişində bu layihə reallaşır. Bu həmin layihənin müəllifi isə bizim Şəmsi İmanovun yeganə və bənzərsiz tələbəsi, görkəmli klarnet ifaçısı, ömrünü demək olar ki, Şəmsi İmanov yaradıcılığının təbliğini həsr edən gözəl virtuoz sənətkarımız İsrafil Əzimovdur layihə rəhbəri və sağ olsun Dünya TV ki, onu reallaşdırdı. Bir daha təşəkkür edirəm. Bu birinci növbədə bizim borcumuzdur belə deyək. Çünki elə bir sənətkarı unutmağa bizim haqqımız yoxdur. Və söhbət İsrafil müəllimdən düşmüşkən istəyirəm ki, məhz bu məqamda İsrafil müəllimi dəvət eləyək və gözəl bir İfası. Arifi rəqsi ilə tamaşaçılarımızı salamlasın. Xoş gəlmişsiniz İsrafil. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz.
Sağ olun, Təşəkkürlər, buyurun var olasınız. əyləşin. Yusuf qeyd edelim ki, bu Arifə rəqsi Şəmsi İmanovun rəqsidir və qardaşı Arifə ithaf elədiyi bir rəqsdir və onu Şəmsi İmanov özü ifa edib və Şəmsi müəllimdən sonra onu yaradan İsrafil Gözəl müəllim formada olub. da onu belə deyək, tamaşaçılarımıza çatdırdı. Biz sizə dərin təşəkkürlərimizi bildiririk və ən böyük təşəkkürlər sizə düşür Alim bəy. Çünki belə bir Daima xeyirxah işi araşdırır, bəli. axtarır. Həqiqətən də yəni əbəs yerə araşdırmaçı jurnalist deyilmir də Alim bəy. Çünki belə bir xeyirxah işləri hər zaman öz boynunuza götürürsünüz və belə Əminə insanları bilirsiniz, unutmursunuz. bəzən görürsən ət olur mənşəyi bilinmir. Mənşəyi bilinməyən ətlər kimi bugün mənşəyi bilinməyən mahnılarımız var. Ancaq Şəmsi İmanov mahnılarının, melodiyalarının kökündə mənşə Azərbaycan, Azərbaycançılıq və milli musiqi dayanıb. Ona görə də Şəmsi İmanov deyiləndə Azərbaycan milli musiqisi, Azərbaycan milli musiqisinin incəlikləri bütövlükdə göz önündə canlanır. Yəni, onun millizmləri olub, onun texnikaları olub, ancaq orijinallıqdan o insan kənara çıxmayıb. Öz əlavələrini eləyib, öz duyumlarını yaradıb, ancaq Şəmsi İmanov heç kimin yolundan getməyib. Və bugün, Özünün konkret yolu. bəli, bugün əksər klarnet çalan ifaçıların əksəriyyəti Şəmsi müəllimin yolunla gedirlər, onun ifasından istifadə edirlər. Mən çox heyfslənirəm ki, ancaq bunu qeyd eləmirlər. Bəli. Çox vağzallar olub, onun musiqi ictimaiyyəti də bilir. Ancaq vağzalı Azərbaycanda Şəmsi İmanovun adından bağlı. Çünki vağzalı həyatda bir dəfə çalınır. Və onun təsiri elə Şəmsi Elə İmanovun bir dəfə də ifa vağzalıdan. eləyib, Bəli. müəllim eləyib. Xoş gəlmişsiniz İsrafil müəllim və istəyirəm ilk sualım bundan ibarət olsun ki, ilk tanışdığınız, yəni bildiyimiz kimi onun yeganə tələbəsi sizsiniz. Bax, o məqamlardan istəyirəm danışım. Necə oldu, neçə yaşınızda Şəmsi müəllimlə tanış oldunuz? Bu barədə istəyirəm məlumat verəsiniz. Və bu tanışlıq sizə nə qazandırdı? Əvvəla qoy salamımı deyim. Buyurun. Hə, bu verilişə baxanlara və bu Dünya TV-nin rəhbərinə hamısına minnətdarlığımı bildirirəm. Ya, və dediyi suala mənim cavabım, mən deyim sizə, bu tanışdığım 67-ci ildən başlayıb, cavan uşaqlığı vaxtımdan başlayıb. Deməli, 67-ci, 68-ci ildir. Məndən böyük qardaşım İskəndər qardaş. 90 manata plastinka almışdı. 90 manata, inanırsınız, o plastinka tapılmırdı. Mən ona qulaq asanda, nə bilim, indiyən özünəcən elə həmən o səsi axtarır. Belə ifaçılıq olar. Şəmsi ilə qardaşımın toyundan da qabaq, oğlundan da qabaq, kəndi Əmrəcanın kəndinə çox gəliblər toylara. Özdəki orada olub anına. Neysə sözüm onda yox. Uşaqlıqdan elə tanış olmuşam, o da məni qəbul edir. Yəni, sizdən gəldi, yəni təklif ki, yəni... Bəli, hə, bəli. Və o da qəbul elədi. Bir dənə şey deyim ki, üzr istəyirəm və tamaşaçılarımızı şoka salacaq bir dənə illərin bir xatirəsi bura gələcək. Çünki... Və çox nostalji bir duyğular yanar. Sadəcə o insan biraz gecikir, amma tamaşaçılarımız izləsin. Böyük bir tarix gələcək bura. Bəli. Bu, hətta buradan, qoy mən Tağlı qardaşımı da salamlayıram. Salamlayırıq. Qonağımız olmalıydı və müəyyən səbəblərdən bugün bizim aramızda olmadı. Sultanı müəllimə də mən sonsuz təşəkkürümü bildirirəm. Düzdür, səhhətlə problem var. Gəlməsə də qəlbi bizimləndir. Bütün Bakı kəndləri hal-hazırda bizi izləyirlər, Yusif. Mən çox belə qürur duyuram, həqiqətən. Və biz televiziyalarımız var, deyirlər biz milli mənəvi dəyərlərimizə, mədəni irsimizə xidmət edirik. Bu sözdə demək lazım deyil. Bəli, təbii ki, əməldə göstərir. Bugün sizin verilişin adı şou klubdur, düzdürmü? Ancaq bu şou klubda bugün biz mədəni irsi tamaşaçıda ayda bir dəfə də olsa nostalji duyğular yaradıb, gənc nəslə bizim kimlərimiz olub, hansı sənətkarlarımız olub, bunu tamaşaçıya təqdim edirsə, bu televiziyanın qələbəsidir. Və digər televiziyalar, məhz bugün, bu an Dünya TV-dən bir nəticə götürməlidirlər. İllərdir, 1990-cı ildən dünyasını dəyişib, düzdürmü? Niyə biz Şəmsi İmanov haqqında televiziya verilişləri eləməyək? Niyə biz nədən çəkinməliyik? Ola bilər, bəzən bizim sənətkarların tələbələri olur, gəlirlər, oxuyurlar. Nə olar ki, hər tələbə bir üstadına bir dəfə belə bir veriliş düzənləsə, valla o uzaqlığı olar. Necə ki, bugün onu böyük bir şərəflə bizim İsrafil müəllim özünə borc bildi və bizlə birgə üstadına xorbağanın gözündən qandı. Məsələn, Yusuf, bir də hər televiziya bu addımı atmaqda bəzən
belə televiziya, mən də qınamıram, çoxları gənclərdir, siz də gəncsiniz, ancaq araşdırdınız, öyrəndiniz, bildiniz və bu verilişi ərsəyə gətirdiniz. Hər bir insan içində Azərbaycan duyğusu varsa, aparıcıya da dəstək ola bilər, verilişin rəhbərinə də dəstək ola bilər. Yəni biz həmrəng yox, həmrəy olmalıyıq. Neçə ki biz həmrəhlərik, ona görə də bizim həmrəyliyimiz olmayacaq. Ona görə də musiqimizdə həmrəylik olmur. Kiminsə ayağından dartmaq, kiminsə uğuruna, qarşısına almaq, efirə gedən yollarına qadağalar qoymaq. Biz bunlardan əl çəkməliyik. Biz sənətkarlarımızı xalqa bir daha təqdim eləməliyik. Öyrətməliyik. Və çox təəssüflənirəm ki, bəzən olur ki, bax, belə layihələr, belə verilişlər bəzi gənclərimizə maraqsız ola bilər. Amma mən həmin o gəncləri özümü tutub söylürəm ki, biz keçmişimizi unutmamalıyıq və keçmişdə... Mən gənclər söz düşmüşkən, üzr istəyirəm, Əminə xanım, hal-hazırda bizə Culfada 2 nömrəli orta məktəbin pedaqoji kollektivi və şagirdləri baxır. Nə gözəl, və mənim sevindirici dostum halda. Əli Elçinoğlu Quliyev, 11-ci sinif şagirdidir. Və onlar biləndə ki, dünən Yusuf müəllim anons eləyib, bugün mənə bütün Culfa zəng eləyir ki, biz o səsi eşitmişik. Görürsən, Şəmsi İmanovun lentini biz görəcəyikmi? Onun rəqslərini daha yaxından izləyə biləcəkmi? Bu, orta məktəb şagirdinin istəyidir. Əgər bugün Bakıdan kənarda, Naxçıvan Muxtar Respublikasında, Culfada 2 nömrəli məktəbin şagirdləri, pedaqoji kollektivi, bütün Bakı kəndləri, Buzovnadır, Əmircandır, Bülbülədir, mənim sevdiyim Bilgəhdir, çox Binəqədidir, çox kəndləri var. Əgər hamı bugün hakim kəsilib Şəmsi İvanova baxacaqsa, bunu niyə biz alqışlamayaq? Əlbəttə ki. Dərin təşəkkürlərimizi bildiririk, alim. Mən istəyirəm bu məqamda bir çox qonaqlarımız var. İstəyirəm bu məqamda sözü bizim, belə deyək, Şəmsi müəllimin gözəl dostu, yaxın dostu, belə deyək, bir zamanlar olmuş. Namiq Abbasova sözü verim. Və Namiq müəllimi bütün Azərbaycan musiqi ictimaiyyəti tanıyır. Namiq müəllimin evi tara, kamana, kamançıya, klarneti həmişə açıq olur. Daima açıq. Yəni bir deyim ki, elə bir onun evi, onun bağı bir muğam ocağıdır ki, hər birimiz o qapını ürəklə açıb içəri gələ bilirik və Şəmsi İmanovu sevərlərdən biri və birincisi məhz bu insandır. Mən Namiq müəllimi ürəkdən bura dəvət edirəm. Buyurun Namiq müəllim, istəyirəm sizin də xatirələrinizi. O böyüklüyü qarşısında baş əyirəm. Hərbikimiz də ancaq bugün biz çətinliklə də olsa onu efirə dəvət eləyə bildik. Bizi qırmadı, gəldi. Mən istəyirəm siz də tamaşaçılarımızı salamlayasınız və maraqlı məqamlardan, yəni necə olub sizin tanışdığınız bu dost, belə deyək sözü, çox çətindir. Yəni siz uzun illər dost olmuşsunuz. Bax, nədən doğub, necə olub, yəni bu qədər yaxın dost olmuşsunuz? O barədə istəyirəm tamaşaçılara məlumat verəsiniz. Əvvəli sizin verilişinizi təbrik edirəm ki, Bölgə tərəfinizdən, hamısını təbrik edirəm. Çox sağ olun ki, bu verilişi davam etdirirsiniz. Alim mənim sağ olsun, Safil mənim sağ olsun. Şəmsi müəllimi sevənlər sağ olsun. Şəmsi müəllim gözəl bir insandır. Şəmsi müəllim gözəl dostdur. Gözəl sənətkardır. Allah onun ruhunu şad eləsin. Amin ya Rabbi. Şəmsi müəllimin ən yaxın dostlarından Safil müəllimdir. Safil müəllim həmişə o Şəmsi müəllimin yaşlı vaxtında dəstək olan bir insanlardandır. Ona görə də Safil müəllimə də Allah can sağlığı versin ki, belə insanları yada salır, bizi bir gün bura yığır. Biz bu sevincimizi bütün xalqımızla dəstəkləyirik. Çox sağ olsun ki, Safil müəllim bizi bura dəvət edirsiniz. Çox sağ olun, hamınız sağ olun. İstəyirəm maraqlı, yəni dost, ümumiyyətlə, demək olar ki, bütün günü bir yerdə olmuşsunuz, belə deyək, gecəniz gününüz bir olur. İstəyirəm, bax, qısa maraqlı, yadınızda qalan. Bizdə Şəmsi müəllim toyları, bizim toylarımızı həmişə Şəmsi müəllim rəhməti var. Bütün Bakı kəndləri. Bakı kəndləri, Buzovna kəndini. Buzovna kəndi həmişə Şəmsi müəllimi seviblər. Həmişə də bizim ev şənliklərində iştirak edib Şəmsi müəllim. Bir gün toya gedirdik, Buzovnada Sevinç Şadlıq sarayı var. Biz getdik belə salamlaşıq Şəmsi müəllimlə. Şəmsi müəllim bizi görmədi. Getdik biz də əyləşdik, oturduq stullarda.
Şəmsi müəllim görən kimi gəldi bizim yanımıza. Dedi ki, salam da vermədiniz. Dedim, ki, salam verdi, salamı almadınız da. Dedi, çağırdıqsınız bizim Nardivana. Şimdi bu Nardivandan da görə yavaş-yavaş aşağı. Şəmsi müəllim gözəl, zarafatçı insanlardan biridir. Həmişə də bizim kəndə gəlib, öz evi kimi, biz qardaş olmuşuz, dost olmuşuz. Qardaşlarımla da dost olub, qardaşımın biri də buradadır. Burada söhbət edəcək inşallah. İnşallah. Çox sağ olun, dərin təşəkkürümüzü bildiririk. Bizim dəvətimizi qəbul elədiyiniz üçün sizə dərin təşəkkürlər. Çox sağ olun, minnətdarım. Buyur Ali. Mən də təşəkkür edirəm və Namiq müəllimin yoldaşı Xuraman xanıma buradan sonsuz təşəkkürlərimi bildirirəm. Bütün Buzovnaya təşəkkürlərimi bildirirəm. İnanın, Yusif, indi Allah nəsib elə bir gün gedərik. Yəni, bu ocağa bəlkə bir gündə 20 musiqiçi gəlir. Sanki Namiq müəllimin evi bir ziyarətgahdır. Bütün sənətkarlarımız o qapını açır. Bu da onun bizim milli musiqimizə, mədəni irsimizə olan sevgidəndir. Bu gün belə insanlar çox azdır və mənim əziz dostum Azərbaycan musiqisinə böyük töhfələr vermiş. Mənim ən yaxın dostum, sevilən sənətkarımız Zahidə xanım Məmməd Salahovadır. Hal-hazırda bizə baxır. Mən də Zaykanı efir vasitəsindən salamlayıram, onu öpürəm. Böyük sənətkarımızdır, böyük dostumuzdur. Ən əsası mənim ailəvi dostluq elədiyim xanım sənətkarlardan biridir. Söhbət musiqidən düşmüşkən Ali. Dəyərli sənətkarımız Həbib Rəhimov, bənzərsiz sənətkarımız. Buyursun, Həbib Rəhimov burada. Bizim filarmoniyamızın solisti. Həbib müəllim oxuyanda var idi o müğənnilər? Xeyr, Yəni belə yox idi. Cürət eləmirdilər, var idisə də cürət eləmirdilər. Mahnımız gəlsin və Həbib Rəhimov. Buyurun. Xoş gəlmişsiniz. Buyurun. Gel gel, gel gel, gülüm gel benim sevgili yarım. Gel gel, gel gel, gülüm gel benim sevgili yarım. Ey türfeli yarım, sen gülizarım. Ey yarım vefadarım. Ey yar vefadar, ey gözleri xummar. Gel gel güzelim, gel beni kurtar bu beladan. 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 Sensiz mənə zindan görünür, sanki bu alem
Gel gel güzelim gel beni kurtar bu beladan. 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 Teşekkür edirik. Çox sağ olun, var olun. Nə qədər də bu ifa insana xoş gəlir. Bilirəm ki, artıq bu ifanın yazılması bir neçə müddətdir. Amma o qədər gözəl səslənir, o qədər gözəl belə deyim də qulağa eşidilir ki, valla mən çox belə xoş oldu. Çox sağ olun, təşəkkürümü bildirirəm. Əlbəttə, mənim də ürəyimdə deyiləcək sözüm var. Buyurun. Böyük sənətkarımız Şəmsi İmanov haqqında bu günləri İsrafil Əzimov tələbəsi çox şərəfli bir addım atıb. Bütün gəzilər üçün örnəkdir. Və mən də çox sevindim bu günləri ki, bu nəhəng sənətkarın ad günü münasibətilə mən də dəvət olundum. Əlbəttə, bu şəraiti bizi yaradan Dünya Televiziyasının şirkəti, demək olar sədri, mən öz sonsuz məhəbbətimi bildirirəm Ramiz müəllimə. Çox sağ olsun. Çox sağ olun. Təşəkkür. Və bu günləri əlbəttə Şəmsi İmanov haqqında çox danışılacaq, çox sözlər deyiləcək. Mən də həyatda Şəmsi müəllimi çox yaxından tanıdığıma görə çox yaxın qonşu olmuşuq və onun sənətini sevmişəm. Çox sağ olun, məni də bu verişə dəvət etdiyinizə görə təşəkkürümü bildirirəm. Siz sağ olun, İsrafil, var çox olun. sağ ol. Sağ ol. Belə deyək. Alim müəllim, çox sağ ol. Çox maraqlı bir məqamdan danışdınız. Şəmsi müəllimin tələbəsi buradadır. Yaxın dostu buradadır. amma Qonşusu da burada. Qonşusu da var. Hər halda özəl xarakterlərini Hansısa daha yaxşı məqamlar bilər. Olubmu aranızda? O barədə istəyirəm qısa. Çox böyük nəhəng sənətkarıdır. Mən şəxsən onun yanında özümü çox belə sərbəst apara bilməmişəm. Ona görə ki, Qonşuluqda belə. o qədər bu insanın sənətinə vurulmuşdum. Özü deyilən, gülən, şən bir insanıdır. Və Bakının kətlərində toy şənliklərində çox bir yerdə olmuşuq. Və onun sənəti demək olar ki, çox nəhəng bir sənəti var. Nəinki Azərbaycanda, Azərbaycanın kənarda da bu şəxsi tanıyırdılar. İndi də tanıyırlar. Siz çox sağ olun və İsrafil çox sağ ol ki, indiki gənclərə Şəmsi İmanovu tanıtdırdığınıza görə mən də öz minnətdarımı sizə bildirirəm. Çox sağ olun. Siz sağ olun, var Çox olun. şad oldum. Təşəkkürlər, Sağ ol. var olun. Çox sağ olun ki, dəvətimizi qəbul elədiniz. Mən də Həbib müəllimə sonsuz təşəkkürümü bildirirəm Yusif. Həqiqətən Şəmsi İmanov Azərbaycan musiqi ictimaiyyətinin sevdiyi bir insan olub. Yəni biz Qəbələr toylarda tar kamanla gedilərdi. Klarneti el məclislərində sevdirmək, onu xalq çalğı alətləri ansamblı, xalq çalğı alətləri orkestrinin tərkibinə gətirmək və həmin Hansı ki bugün bəli, bu gündəki həmin vağzalı deyiləndə deyirlər ki, Şəmsinin vağzalısı. Olar bir söz. Buyurun. Deməli, o vaxtı ən böyük dəstə demirdilər ki, məsələn, toyxanada 2 dəstədir. 2 dəstə 6 nəfərdən ibarət idi. Tar, kamança, xananda. Bu tərəfdə də otururdu klarnet